aylarında evdən çıxıb şəxsi avtomobili ilə Bakıya istiqamət alan Məmmədovlar ailəsi məhz Hövsan qəsəbəsinin dayandığımız bu ərazisində qəzaya uğrayıblar. Kənd sakinləri isə deyir ki, bu birinci qəza deyil. Bir ay ərzində bir-birinin ardınca bir neçə qəza baş verib ki, buna səbəb kimi də sakinlər məhz yolun dar olmasını, yəni yolun ensiz olmasını göstərirlər. Təxminən 10 kilometr uzunluğu olan Hövsan yolu bir gediş, bir gəliş zolağından ibarətdir. Yol Sovetlər dönəmində inşa olunub və daha sonra ərazidə hər hansı əsaslı təmir aparılmayıb. Vaxtilə sözü gedən yoldan istifadə edənlərin də sayı bugünə nisbətən xeyli az olub. Hövsan sakinləri deyir ki, qəsəbəyə gedən yol təkcə Hövsanlıların gediş-gəlişi üçün deyil, eləcə də ətraf qəsəbələrin sakinlərinin işlək yoluna çevrilib. Bu səbəbdən də nəqliyyatın intensiv hərəkəti yolda nəzərə çarpacaq dərəcədə artıb. Buna baxmayaraq, hələ də qəsəbənin yolunda infrastruktur dəyişikliyi aparılmayıb. Bugünkü bu küçə hərəkət qayda qanunlarını dözmür bu yol. Həm də sürətli yoldur. Çünki bir konesi onun ölçənin girəcəyi biri çıxın. Ona görə özündən asfalt olmayan sürücülər istəyirsən ki, buna tez sürəsin, tez dəf edəcəksən. Ona görə də burada kiçik bir manevr edən kimi qabaqdan gələn maşından toqquşursan. Orada toqquşmanın nəticəsi böyük fəsadlar verir. Yol ensizdir. Böyük maşınlar da gedir, abqon eləmək olmur. Çox çətindir. Böyük marşrutlar gedir, sərnişin düşmək istəyir. Saxlayır yolun ortasında. Məcbursan ki, sən də dayanasan. Beləsinə çətinliklərimiz var. Yol da naraq. Yolun hərəkət zolağı yeni asfalt örtüyü ilə təmin edilsə də, kənarları kələkötürlü torpaq hissələrdən ibarətdir. Sürücüləri də narahat edən məsələ elə yolun asfalt örtüyündən qəflətən torpaq hissəsinə keçməsidir. Asfalt örtüyü yolun kənarında bir neçə santimetr hündürlükdə olduğundan yüksək sürətlə hərəkət edən avtomobil qəflətən yolun kənarına keçdiyi zaman qaranlıqda idarə etməni itirərək ağır qəza törədir. Hazırda sözü gedən yolda işıqlandırma sistemi də mövcud deyil. Işıq deyilən şey yoxdur. Yolun sağında, solunda işıq olmalıdır, başına dönüm. Yolda qaldın, evin yıxıldı. Reski qabağımıza çıxmır, işıq olur, qabaqdan gələn maşın. Qüvvətli işığı olur, görə bilmirik. Böyürdə xarab olmuş maşının ya belinə vururuq, ya var edirik. Hövsan yolunda qəzalara şərait yaradan əsas amillərdən biri də məhz magistral yol üzərində olan əlavə kəsişmə yollardır. Hansı ki, həmin yoldan, kəsişmə yoldan əsas magistral yola istiqamətlənən avtomaşın, magistral yolda hərəkət edən avtomaşını bəzən gözləmədən onun yoluna çıxır və bu da ciddi qəzalara səbəb ola bilir. Azəryol Servis Açıq Tipli Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bünham Mürsəliyev deyir ki, sözü gedən yolun yenidən qurulması Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması məqsədi ilə 2014-2018-ci illər dövlət proqramına salınıb. Nə zaman ki proqram təsdiq olunacaq, o zaman yola əncam çəkiləcək. Artan hərəkət şiddətini təbii ki, bu avtomobil yolu qəbul edə bilməzdir. Çünki keçmiş normativlər və texnologiyalar əsasında inşa olunub. Yəni, bunu nəzərə alaraq da biz həmin yolun belə deyək, yenidən qurulmasını tədbirlər planına saldıq və yenidən layihəyə hazırlanacaq. Həmin yol müasir formada yenidən qurulacaq. Yeni layihəyə əsasən yolun 4 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. Yolun işıqlandırma sistemi də yol inşa edildikdən sonra təmin ediləcək. İlahə Vəliyeva, Əjdər İbrahimov, APA TV.